Salam, hər vaxtınız xeyir olsun. Testimizin izahına baxırıq. Müttəfiqlərin Birləşmiş Qoşunları Urmiya şəhərini mühasirəyə aldı. Cümləsinin təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Baş üzvlərin quruluş növü fərqlidir. Gəlin öncəliklə baş üzvləri tapaq. Mübtədamız söz birləşməsinə birinci tərəf yerli, ikinci tərəf mənsubiyyəti görənə qədər bütövdür. Urmiya şəhərini, haranı, tamamlığımız mühasirəyə aldı. Bu da cümləmizin xəbəri. Baş üzvlərin quruluş növü fərqlidir. Birinci quruluş mürəkkəbdir. İkinci düzdür, frazeoloji birləşmə olsa da o bütövlükdə bir tərəf hesab edildiyinə görə sadə hesab olunur. Yəni o quruluş mürəkkəbdir, bu isə quruluş sadədir. Deməli A doğru cavabdır. Baş üzvlərdən birinin ifadə vasitəsi frazeoloji birləşmə, digəri isə ismi birləşmədir. Baxırıq, xəbər frazeoloji birləşmədir, bəli. Digəri isim birləşmədir. Əsas tərəfi isimlə ifadə olunduğuna görə doğru cavabdır. İki cümlə üzvü söz birləşməsi ilə ifadə olunmuşdur. Həm mübtəda, həm də tamamlıq. Bu da doğru cavabdır. Zərfli işlənmişdir. Bu cümləmizdə zərflik yox, tamamlıq var. Quruluşca sadə cümlədə 3 müxtəlif cümlə üzvü var. Mübtəda, tamamlıq və xəbər. Bu da doğru cavabdır. Növbəti ikinci sualımıza keçid edək. Cümlələrdən biri məqsəd və intonasiyaya növünə görə digərlərindən fərqlənir. Dövlətin hər tərəfdən təhlükəsizliyini təmin etmək lazım idi. Adicə məlumat verdiyinə görə nəqli cümlə hesab olunur. Daha sonra sənə olmaz tökülən qanlarımız, sonra halal. Olmaz burada deməli qeyri-qəti gələcək zaman olduğuna görə və sonda nöqtə olduğuna görə sadəcə burada inversiya var. Fərq etmir. Yenə də nəqli cümlədir. Haqqıdır haqqa tapan millətimin istiqlal. Yenə normal məlumat verən cümlədir. Çünki sonda nöqtə qoyulub. Çatma qurbanın olum çöhrəni ey nazlı hilal. Həm nidadan, həm də burada nida olmasa belə digərlərində nəqli cümlədir. Burada əgər nida olmasa, nöqtə olsaydı əmr cümləsinin göstəricisi olardı. Amma bu birbaşa nida cümləsidir. Sonundakı nida işarəsindən də gördüyümüz kimi. Əbədi yurdumun üstündə mənim inləməli. Bunu qəsdən salmışam. Bu vacib şəklindədir. Çox vaxt bunu uşaqlar əmr şəkli ilə qarışıq salırlar. Əmr şəkli də əmr cümləsinin göstəricisi olduğuna görə, yəni burada əmr cümləsi zənn edərsiniz və fərqli cavab kimi götürərsiniz deyə salmışam. Amma yenə də təbii ki, D variantı öz sözünü deyir. Yəni burada əslində çox da mübahisəli bir məsələ yoxdur. Keçirik növbəti üçüncü sualımıza. Laçın yatağıdır bizim məkanlar, yavaş-yavaş gedin, səsiniz anlar. Qorxuram toxuna ötən zamanlar, sürbəniz dağılıb, çaşa durnalar. Zakirin durnalar qoşmasında nümunədə deyir, işlənməmişdir. Baxaq, ismi birləşmə, Laçın yatağı işlənmişdir. Feili bağlama, baxırıq görək feili bağlama varmı? Bəli, var. Zərf işlənmişdirmi? Yavaş-yavaş gedin, feilə aid olan yavaş-yavaş sözü zərfdir, bu da var. Ötən zamanlar feil sifətimizdə var. Qorxuram, toxuna, ötən zamanlar. Feil sifət tərkibi yoxdur. Çünki burada söz birləşməsinin birinci tərəfidir feil sifət. Əgər ikinci tərəfi olsa idi, bu zaman onu biz feil sifət tərkibi adlandıra bilərdik. Cavabımız E variantı. Növbəti dördüncü sualımız. Biri yerindən asılı olaraq həm isim, həm feili sifət, həm də zaman şəkilçili feil kimi götürülə bilər. Burada cavabımız təbii ki, keçmiş sözdür və yaxud da bunun yerinə gələcək sözdür ola bilərdi. Həm feildir, yəni həm feili sifətdir. Gələcək gün, keçmiş gün, bu formada feil sifətdir. Həm isimdir, nə sualına cavab verə bilər. Məsəl üçün deyirəm ki, keçmişi keçmişdə burax, gələcəyə bax. Nəyi? Keçmişi, nəyə, gələcəyə. Əgər nə sualına cavab verirsə isimdir. Bəzi sözlər ki var, məsələn o nə sualına cavab verirsə isimdir, nə zaman sualına cavab verirsə zaman zərfidir. Bu da eyni qaydadadır. Ancaq bunun bir tərəfi feildir. Və bir də ki, bu keçmiş zaman şəkilçili söz kimi götürülə bilir. Bu isə gələcək zaman şəkilçili söz kimi götürülə bilir. Yəni, baxın, zaman şəkilçili feil kimi dəyərləndirilə bilir. Cavabımız C variantı. 5-ci sualımız. Biri tərkibinə görə təli zamanı iki cür düşünülə bilər. Yataq, biz yataq, kaş yataq. Yəni, bu kaş yataq arzu şəkli oldu. Biz yataq,
bu əmr şəkli. Bir də var leksik şəkilçili yat, yataq. Yəni bunu 3 cür götürmək olur. Deməli, A variantı getdi. Daraq sözünə gəlin baxaq. Daraq sözünü ancaq bir cür götürmək olur. Dara, daraq, isim kimi. Qorxaq, yenə eyni qaydada sifət kimi başa düşülür, leksik şəkilçili və əmr şəkli, arzu şəkli. Əmr şəkli olanda bir qrammatik şəkilçi var, arzu şəkli olanda 2 qrammatik şəkilçi var. Bu da getdi, bizdən 2 cür istəyir. Qoçaq, bu sadəcə kökdən ibarət olan sifətdir. Əkək, biz əkək, bir də kaş əkək, qutardı. Yəni, burada leksik şəkilçini götürə biləcəyimiz və yaxud da sadəcə kökdən ibarət ola biləcək bir variant yoxdur. 2 cür dəyərləndirilir. Ancaq feil kimi. Cavabımız E. Növbəti 6-cı sual. Sözlərdən birinin leksik mənası hökmən yoxdur. Bu nə deməkdir? Hökmən yoxdur. Yəni, biz bunu yalnız qrammatik mənalı söz kimi, yəni köməkçi hissəsi kimi dəyərləndirə bilirik. Nəhayət sözü həm isimdir, həm modal sözdür. Qərəz sözü yenə həm isimdir, həm modal sözdür. Vurğusu sona düşəndə isimdir və əvvələ düşəndə modal sözdür. Kimi sözü həm əvəzlikdir, həm qoşmadır. Əlavə sözü həm isimdir, daha sonra qoşma kimi də götürə bilirik və yaxud da əlavə iş, sifət kimi də götürə bilirik. Amma barəsində sözünü yalnız qoşma kimi dəyərləndirə bilirik. Növbəti 7-ci sualımız. Biri yazır, biri oxuyurdu. Cümləsində təkrarlanan söz hansının ilk hissəsidir? Burada, yəni, biz biri sözünü burada əslində 2 cür götürə bilərik. Bir say kimi, bir də əvəzlik kimi. Gəlin görək hansıdır. Biri sözünü əvəzlik kimi bir kəs, kimsə mənasında başa düşə bilirik. Bunu, məsələn, başqa bir nümunə deyim sizə. Deyirəm ki, qapıda biri gəzirdi. Yəni, bir kəs gəzirdi, kimsə gəzirdi. Amma gəlin görək, burada bir kəs sözü ilə əvəz edə bilirikmi, yoxsa yox? Yəni, kimsə də deyə bilərik. Kimsə yazır, kimsə oxuyurdu. Bir kəs yazır, bir kəs oxuyurdu demək olmaz. Amma, məsələn, uşaqlardan birini nəzərdə tutub, say kimi. Onlardan biri yazır, biri oxuyurdu. Yəni, burada 2 nəfər var, biri yazır, biri də oxuyurdu. Say kimi də bunu düşünsək, daha məqsədə uyğun hesab oluna bilər. Davam edirik. Növbəti 8-ci sual. Söz birləşmələrindən biri həm həqiqi, həm də məcazi mənalı düşünülə bilər. Biri yanlışdır. Gözünə kül üfürmək. Bu, həqiqi mənada da kimsə kiməsə qəsdi qərəzliyi olar, əlbəttə götürər, gözünə gül qabını üfürər. Bu mümkündür. Yəni, həqiqi mənada da başa düşülə bilir, məcazi mənada da aldatmaq mənasındadır. Başa vurmaq, başa götürərsən, bir daşı vurarsan kimisə başına, bu həqiqi mənası. Bir də var bitirmək mənasında. Yola düşmək, qatar yola düşməsi. Məcazi mənada frazeoloji birləşmək kimi. Top əlimdən yola düşdü, bu isə həqiqi mənasıdır. Burnun ucu göynəmək, soyuqdan da burnumun ucu göynəyər və yaxud da darıxdığımdan da burnumun ucu göynəyər. Soyuqdan burnumun ucu göynəməsi həqiqi mənada, yəni bu o zaman məsdər tərkib olur. Yox, darıxmaqdan burnumun ucu göynürsə, bu frazeoloji birləşmədir. Amma rast gəlmək, bu yalnızca frazeoloji birləşmədir. Növbəti 9-cu sualımız. Cümlələrdən birində numerativ sözlərin işlənməsində uyğunsuzluq var. 10 baş inək doğru cavabdır. 300 nəfər şagirdlə nəfər deyilir. Bu da doğru cavabdır. Bir sürü qoyunla sürü sözünü işlətmək düzgündür. Numerativ sözünü. 200 kilometr məsafə. Bu da doğrudur. Amma dovğa bişirmək üçün 3 kiloqram qatığa ehtiyacım var. Yox. Biz adətən bu mayeyə yaxın, yəni süd və süd məhsullarını, təbii ki, pendir və yaxud da şorbu kimi süd məhsullarını nəzərdə tutmuram. Belə deyək də, süd olsun, sonra qatıq olsun. Biz bunları litrlə dəyərləndirməliyik. Ümumiyyətlə, mayeyə yaxın olan şeyləri, qatıq da bilirsiniz ki, çoxsu sudur və maye kimidir. Ona görə də biz onu da litrlə dəyərləndiririk. Neçə litr qatıq istəyirsən deyirik, neçə kilo yox. Cümlələrdən birində buraxılan səhv xəbər və mübtədanın uzlaşması prinsipinə görədir. Xalid
Sabah gələcəksən. Bu cümləmizin mübtədası səndir, Sacıq gizlidir, Xalid isə xitabdır, bu getdi. Uşaqların hamısı iştirak etdilər. Baxın, burada uşaqların hamısı biz söz birləşmələrində öyrənirik ki, əgər ikinci tərəfdə, yəni əsas tərəf cəmlənə biləcək daha doğrusu cəmdə olan bir isimdirsə, onun xəbəri bəli, üçün şəxsin cəmində ola bilər. Amma burada hamı sözü düzdür, çoxluq anlayışı bildirsə də təkdədir. Çünki bu əvəzlikdir. Ona görə onun xəbəri təkdə olmalı idi. Cavabımız B variantı. Beləcə bugünkü izahımızı bitirdik. Ümid edirəm faydalı oldu. Növbəti izahlarda görüşənədək sağollaşıram. Hələlik.